Hər vaxtınız xeyir. Qərb Xəbər TV-də xəbər vaxtıdır. 14 aprel 2025-ci il. Bu gün olan xəbərləri təqdim edirik. Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilber Hunkbonu qəbul edib. Xoral İnternet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynalının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub. Qərb Xəbər xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb. Məlahət Zeynalının sözlərinə görə Xoral İnternet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin baş tibb idarəsinin müalicə müəssisəsinə göndərdilər. Təxminən bir ay əvvəl onkologiya mərkəzinə aparıb biopsi götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. O bildirib ki, bağırsaqda olan bədxassəli şiş artıq metastaz verib və xərçəng qaraciyərinə yayılıb. Bu günlərdə ximiyaya başlayacaqlar. Allah şəfa versin. Son 2 gündə vətəndaşların bank kartından 41.000 manatdan çox pul oğurlanıb. Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41.048 manat oğurlanıb. Bu barədə Qərb Xəbər.com Daxili İşlər Nazirliyindən məlumat verilib. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin. Təhlükə var. Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edib. Avropa İttifaqı Fələstinə əlavə yardım ayıracaq. Avropa İttifaqı bugün Fələstinə dəstək məqsədi ilə əlavə 1,6 milyard avro ayıracağını elan edib. Qərb Xəbər.com TASS-a istinadən xəbər verir ki, bu barədə Financial Times qəzetinə Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Suitsa bildirib. Onun sözlərinə görə Avropa Fələstin Milli Administrasiyasına 1,2 milyard avro qrant, həmçinin Avropa İnvestisiya Bankı və Avropa Dayanıqlı İnkişaf Fondu vasitəsilə 400 milyon avro kredit ayırmaq niyyətindədir. Suitsa qeyd edib ki, 620 milyon avro Fələstin hakimiyyətinə maliyyə dəstəyinə, təxminən 576 milyon avro isə Qərb sahili və Qəzzanın bərpasına yönəldiləcək. Avropa komissarı vurğulayıb ki, Brüssel əlavə maliyyələşməni müəyyən şərtlərlə təqdim edəcək. Bu şərtlərə əsasən Fələstin Milli Administrasiyası maliyyə dayanıqlığını artırmaq, kiçik biznes üçün maneələr aradan qaldırmaq və infrastrukturun inkişafını təmin etmək üçün islahatlar həyata keçirilməlidir. Bizim əsas məqsədimiz həm Qərb sahilində, həm də Qəzzada demokratik və şəffaf idarə etmədir deyə Suitsa qeyd edib. Gəncədə küçədən kişi meyidi tapılıb. Gəncədə küçədən 48 yaşlı kişi meyidi tapılıb. Qərb Xəbər.com-un məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Məmmədovun meyidi binanın yaxınlığında tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə Məmmədovun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Daha bir Gəncə xəbəri ilə davam edirik. Gəncədə piyadanı avtomobil vurub. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Qərb Xəbərin məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Quliyev yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Azərbaycan güləşçisi Avropa birincisi oldu. Azərbaycanın Yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub. Qərb Xəbər.com xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yarışan idmançı finalda Serbiyalı Georgi Tibilovu məğlub edib. Rəqibini 7-3 hesabı ilə üstələyən təmsilçimiz ikinci dəfə Avropa çempionu adını qazanıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, Yunan-Roma güləşçimiz isə 1 gümüş və 1 bürünc qazanıblar. Qadınlardan isə Jalə Əliyeva 57 kiloqram çəki dərəcəsində bürünc mükafat əldə edib. Bugün Rusiya-Ukrayna müharibəsinin 1146-cı günüdür. Ukrayna Müdafiə Nazirliyi Rusiyanın itkilərini yeniləyib. Ukrayna müharibəsinin 1146-cı günü
Rusiya ordusunun itkiləri haqqında məlumat yenilənib. Qərb.xəbər.com xəbər verir ki, bu barədə Ukrayna baş qərargahı məlumat yayıb. Məlumata əsasən Rusiya indiyə qədər 933.980 hərbiçi, 10.622 ədəd tank, 22.130 ədəd zirehli döyüş maşını, 26.222 ədəd artilleriya sistemi, 1362 ədəd RIAS reaktiv yayılım atəş sistemi, 1130 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 44.129 ədəd avtomobil texnikası, 32.544 ədəd PUA, 3.145 qanatlı raket, 28 gəmi kater, 1 sualtı qayıq, 3.801 xüsusi avadanlıq itirib. İranla bağlı yaxın vaxtlarda qərarımızı verəcəyik. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump İran məsələsi ilə bağlı yaxın zamanda qərar verəcəyini açıqlayıb. Qərb.xəbər.com xəbər verir ki, Trump bunu Ağ Evin mətbuat heyəti ilə təyyarədə söhbəti zamanı bildirib. İranla bağlı qərarımız çox tezliklə veriləcək, Ağ Ev rəhbəri vurğulayıb. Daha bir İran xəbəri ilə davam edirik. ABŞ-İran danışıqları Avropada davam edəcək. ABŞ-İran danışıqlarının ikinci raundu Avropada baş tutacaq. Qərb.xəbər.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirinin müavini Məcid Təxt Rəvançı parlamentdə hesabatında bildirib. Məlumata əsasən Avropa aprelin 19-da planlaşdırılan İran-ABŞ danışıqlarının növbəti mərhələsinə ev sahibliyi edəcək. Bildirilir ki, Avropadakı danışıqlar da Omanın vasitəçiliyi ilə aparılacaq. Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 12-də Maskatda Oman Xarici İşlər Nazirinin evində aparılıb. Danışıqlarda İran Xarici İşlər Naziri rəhbəri Abbas Araqçı və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff başçılıq edib. ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqtonla Tehran arasında aparılan danışıqları müsbət istiqamətdə davam edir. Rusiya Xersonu bombaladı. Ölən var. Aprel 13-ü Rusiya Silahlı Qüvvələri Xerson şəhərinin mərkəzi rayonunda yerləşən yaşayış məntəqələrini artilleriya atəşinə açıb. Qərb.xəbər.com xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. Hücum nəticəsində bir çox mərtəbəli bina və fərdi yaşayış evləri zərər görüb. Binaların dam örtükləri dağıdılıb, divarları zədələnib və pəncərələri qırılıb. Bəzi mənzillərdə yanğın baş verib. Prokudin bildirib ki, hücum nəticəsində 62 yaşlı bir qadın həlak olub, 47 yaşlı kişi isə yaralanıb. Bu hadisənin görüntülərini ictimaiyyətlə bölüşüb. Bu hücum Rusiya ordusunun Ukraynanın cənub bölgələrində mülki infrastruktura qarşı həyata keçirdiyi davamlı hərbi əməliyyatların bir hissəsidir. Ukrayna rəsmiləri və beynəlxalq ictimaiyyət bu cür hücumları müharibə cinayətləri kimi qiymətləndirir və pisləyir. Rusiya Odessa şəhərini dron atəşinə tutdu. Rusiya şahid tipli kamikadze dronları ilə Odessa şəhərini kütləvi hücum edib və şəhərdə ardıcıl partlayış səsləri eşidilib. Qərb.xəbər.com Uniyanın istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı saat 22:11-də verdiyi Telegram kanalında Odessada pilotsuz uçuş aparatlarının müşahidə edildiyini bildirib. Eyni vaxtda şəhər meri Gennadi Turxanov da partlayışlar barədə yazaraq sakinləri təhlükəsizlik yerlərdə qalmağa çağırıb. Saat 22:38-də hərbiçilər Odessada yenidən Rusiya dronunun müşahidə edildiyi barədə xəbərdarlıq yayıblar. Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleg Kiperinin bildirdiyinə görə hücum nəticəsində 4 nəfər xəsarət alıb. Mülki infrastruktur və avtomobillər zədələnib, yanğın baş verib. Hadisə yerində xüsusi xidmətlər işləyir. Avropa İttifaqı və Britaniya arasında təhlükəsizlik paktı imzalanacaq. Avropa İttifaqı və Böyük Britaniya Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump'ın hərbi sahədə təhdidləri fonunda mayın 19-da keçiriləcək Avropa İttifaqı və Böyük Britaniya sammitində təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Qərb.xəbər.com TASS-a istinadən xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb. Avropa İttifaqı diplomatlarının məlumatına görə
Tramp administrasiyasının fəaliyyəti nəticəsində yaranan qlobal qarışıqlıq Brüsselin Londonla müdafiə və təhlükəsizlik haqqında paket imzalamaq qətiyyətini gücləndirir. Bu fakt Britaniya şirkətlərinə birgə silah satın almalarında iştirak etməyə imkan verəcək. ABŞ prezidentinin NATO müttəfiqlərini dəstəkləməklə bağlı hədələri və Rusiyaya təklifləri Avropa ölkələrinin kollektiv şəkildə silahlanmağa və müdafiə xərclərini artırmağa məcbur edib. Qeyd edək ki, onlar həmçinin ABŞ-ın vasitəçiliyi ilə mümkün sülh sazişindən sonra Ukraynanın müdafiəsi üçün qüvvələri birləşdirmək imkanlarını müzakirə edirlər. Hava proqnozu ilə davam edirik. Aprelin 17-si gündüzədək şimal-qərb küləyi əsəcək, leysan yağacaq. Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeoroloji Xidmətindən Qərb-Xəbər.com-a verilən xəbərə görə Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15-i və 16-sında daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Aprelin 16-sı və 15-də qərb küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 15-20 metr olacağı, bəzi yerlərdə arabir 20-25 metri keçəcəyi gözlənilir. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 15-20 metr saniyə olacağı, bəzi yerlərdə isə 25-30 metrə qədər yüksələcəyi gözlənilir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aprelin 17-sinədək davam edəcəyi gözlənilir. Vətəndaşlardan ehtiyatlı olmaq xahiş olunur. Alimlərdən Xəzərlə bağlı dəhşətli xəbərdarlıq. Bakı bulvarı yoxa çıxacaq. Leeds Universitetinin Britaniyalı alimlərin araşdırmalarına görə hətta qlobal istiləşmənin ən əlverişli senarisi müsbət 2 dərəcə şəraitində belə cari əsrin sonunda Xəzər dənizinin səviyyəsi 5-10 metr aşağı düşə bilər. Qərb-Xəbər.com xəbər verir ki, alimlər iddia edirlər ki, ən perspektiv proqnoz doğru olarsa eniş 21 metr olacaq. Bu perspektiv 15 milyona yaxın insanın yaşadığı bütün region üçün geniş miqyaslı ekoloji fəlakət vəd edir. Araşdırmanın nəticələri CEE jurnalında dərc olunub. Planetin ən böyük endoreik su hövzəsi olan Xəzər dənizi unikal ekosistemin saxlanmasında əsas rol oynayır. Xəzər su itisi, ağcaqayın, ulduz, nərə balıqları və bir çox digər endemik növlərin məskəni kimi xidmət edir. Hesablamalar göstərir ki, temperaturun minimum artması ilə belə dənizin su səthinin sahəsi 112 min kvadrat kilometr azala bilər ki, bu da İslandiya kimi bir ölkənin ərazisindən böyükdür. Ekoloji və iqtisadi cəhətdən ən qiymətli torpaqların çoxu dayaz sularında yerləşdiyinə görə belə əzlaşma biomüxtəlifliyə və yerli əhalinin rifahına dağıdıcı təsir göstərə bilər. Xəzərin şimal sahillərinin sakinləri ən həssas olacaqlar, çünki balıqçılığın yoxa çıxması onların əsas gəlir mənbəyindən məhrum edəcək. Sərt iqlim şəraiti isə alternativ iqtisadi fəaliyyətlərin, o cümlədən kənd təsərrüfatının inkişafını faktiki olaraq qeyri-mümkün edəcək. Üstəlik, Bakı və Aktau kimi iri liman şəhərləri yeni sahil zolağından onlarla kilometr aralıda yerləşə bilər ki, bu da regionda neft hasilatı üçün zəruri olan bütün lojistik infrastrukturun köklü şəkildə yenidən qurulmasını tələb edəcək. Nəhayət, Aral faciəsi kimi Xəzərin dayazlaşması da dəniz dibindən duz və sənaye çirkləndiricilərinin yayılması nəticəsində yaranan zəhərli toz fırtınalarına səbəb ola bilər. Yekun olaraq tədqiqatçılar gözlənilən fəlakətin təsirini yumşaltmaq üçün tədbirlər kimi qorunan ərazilərin yaradılmasını, biomüxtəlifliyin monitorinqinə aktiv investisiya qoyulmasını və sahilyanı iqtisadiyyatların şaxələndirilməsini qətiyyətlə tövsiyə edirlər. Bu saatda olan xəbərlərlə tanış oldunuz. Qərb Xəbər TV-ni izləyin.